Salam aleykum. Bir aya yaxındır evə gələ bilmirəm. Obyektlə bağlı, işimlə bağlı. İndi bir çayımı gətirim, bir uzun söhbət eləmək istəyirəm. Xahiş edirəm, diqqətlə qulaq asın. Mən bu hekayəni hər hansı bir Avropada məşhur bir hekayədir. Sadəcə danışmaq istəyirəm. Bacardığım qədər qısa eləyəcəm, amma diqqətlə qulaq asın. Bir gün bir insan olur, bu adamın adı Markdır. Bu adam çox güclü professor, doktordur. Hər hansı bir xəstəlik üzrə nadir hallarda tapılan həkimlərdən, professorlardan biridir. Adı Markdır. Bu adam çevrəsinə, ətrafına, yaxınlarına, qohumuna, ailəsinə, hər kəsə deyir ki, elm, elm, elm. Tanrı yoxdur, Allah yoxdur. Ancaq ixtira eləyin, oxuyun, biliyinizi gücləndirin. Sizin özünüz, özünüzün tanrısısınız. Bu adam Allah'ı inkar edir. Bir gün bunun kimi professorlar hər hansı bir ölkədə görüşməli olur. Yəni bir 10 nəfər hərəsi bir ölkədədir. Məsəl üçün hansısa bir ölkəyə gəlib orada toplaşıb toplantı eləməlidirlər. Bu adam biletini alır, bir gün öncə uçuş eləmək istəyir. Gəlir aeroporta, hava limanı, uçuş eləyir, hava dəyişir, şimşək çaxır, yağış yağır. Təyyarə məcburi şəkildə başqa bir ölkənin hava limanına eniş eləyir. Bu düşür, danışa bilmir, telefonun zaryadkası bitib. Yolda bir maşın saxlayır, taksi. Adamın adı Markdır. Deyir, məni hər hansısa bir qəsəbiyyəmi, kəndəmi, şəhərəmi, yəni məni harasa düşürdün, insanların çox olduğu bir yerə, yaşayış olan bir yerə, hava limanından. Taksi də buna necə sərf edir, götürür məsəl üçün. Deyir, falan yerə aparım, elə mənə sərf edir, orada düşürdüm, çım yedim. Markı gətirir, bir kəsəkdə, kənddə saxlayır, deyir, düşün burada, düşür. Və əlində bir çantası, yaxınlaşır bir evə, qapını döyür, bir xanım açır. Deyir, salam bacı, deyir, salam qardaş, buyurun. Deyir, mən sabahlarım falan ölkədə toplantıda olmalıydım. Amma hava şəraiti ilə bağlı mən başqa ölkəyə gəlmişəm, yəni bu ölkəyə gəlmişəm. Telefonunuzu verin, zəng açın, mən izah edeyim olanları ki, mən gələ bilməyəcəm, bağışlayın. Deyir ki, qardaş, valla telefonumuz yoxdur, şəraitimiz o deyil. Amma bir insan kimi icazə vermərəm çöldə qalasınız, soyuqda qalasınız. Buyurun, keçin içəri, bugün qalın, dincəlin, sabah problemlərinizi həll eləyərsiniz. Mark xanıma deyir, təşəkkür eləyir, bacı çox sağ ol, daxil olur evə. Adam oturur qonaq otağında, qarşısına çay qoyulur. Və baxır ki, xanım keçir digər otaqda, namaz vaxtıdır, namaz qılır. Namazını bitirdikdən sonra xanıma başlayır demək ki, elmlə maraqlanın, yəni savadınızı artırın, Tanrı yoxdur, Allah yoxdur, yəni inkar edir. Yəni Allah sizin özünüzsünüz, özünüzün öz Allahısınız. Qadın baxır, deyir, fikrinizə hörmətlə yanaşıram. Amma mən Allah'a necə dana bilərəm ki, necə inkar edə bilərəm onu, mən onu hiss eləyirəm. Mark gülümsüyür, gülür, deyir, məndən sadəcə bir nəsihət idi bu. Xanım deyir, çox sağ olun və keçir öz otağına. Baxır ki, xanım dəhşətli şəkildə hönkürə-hönkürə Allaha dua edir. Buna maraqlı gəlir, qapını açır, girir otağa, baxır ki, bir uşaq uzanıb çarpayda və bu ağlaya-ağlaya Allaha yalvarır. Deyir ki, xanım, niyə ağlayırsınız axı? Bayaq dedim axı sizə, dua etməyin, ibadət etməyin, belə bir varlıq yoxdur. Nə olub, nə məsələdir? Deyir, mənim oğlum artıq 2 ildən çoxdur ki, çox ağır xəstəlikdən əziyyət çəkir. Çox ağır xəstəlikdən. Və mənim imkanım yoxdur bunu həmin ölkəyə aparmağa. Yəni, zülmlə əldə saxlayırıq, bilmirik, 5 gün yaşayar, 10 gün yaşayar. Mən hər gün Allaha yalvarıram ki, mənə bir imkan yetirsin, şans yetirsin. Ölkənin adını bilmirəm. Bir Avropa ölkəsində dünya şöhrətli professor doktor Mark var. Bu xəstəliyin çarəsi tək ondadır. Onun yanına aparım. Hələ xanım bilmir onun evinə gələn Markdır. Baxır belə 10 saniyə donur. Başlayır ağlamağa. Dizlərin qoyur yerə, əl açır, deyir, Allah məni bağışla. Bu yaşa qədər səni inkar elədim. Xanım deyir ki, siz niyə belə elədiniz? Siz ki, Allah'ı inkar eləyirdiniz. Nə oldu sizə birdən-birə? Deyir, Mark mənəm.
sizi Allah eşitdi. Bu boyda dünya şöhrətli alimə Allahın varlığını heç nə sübut edə bilmirdi. Siz bunu sübut edədiniz mənə. Allah'a qurban olun. Allah böyüdür. İnancınızı, düşüncənizi, haqqınızı, fikrinizi həmişə Allahla yönəldin. Hər şey yaxşı olacaq, hər şey möhtəşəm olacaq. Yəni bunu sadəcə ürəyim istədi çəkim paylaşım. Ümidvaram ki, məni normal qəbul eləyərsiniz. Yəni bir insan kimi bölüşmək istədim eşitməyənlərə. İndi kimsə ola bilər eşidib, xahiş edirəm orada yazmasın ki, ay bunu filan kəs 5 il qabaq filan Türkiyədə filan kəs danışıb, onu bilirəm qardaş. Bu mənim öz düşüncəm, təxəyyülüm deyil. Sadəcə eşitdim, çox maraqlı oldu. İbrətamiz bir hekayə idi. Mən də istədim sizlə bölüşüm. Sağ olun, haqqınıza girdim, sağ olun.